Faiq Ağayev Azərbaycan Respublikası Xalq Artisti maraqlı bir açıqlaması ilə gündəmə gəlib. Tibb üzrə təhsil alanlar ilk 3 il ərzində öz müəllimlərinin müalicə etsinlər. Təsəvvür edin, tibb universitetini qutarıblar, təhsili başa vurublar. Faiq Ağayevin təklif budur ki, elə 3 il çalışmasınlar. Ancaq onlara dərs keçmiş, elm öyrətmiş, tibbin elmlərini öyrətmiş müəllimlərini müalicə etsinlər. Çox gözəl açıqlamadır. Onda o müəllimlər nə günə qalacaq, onu bir Allah bilir. Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün tibb universitetinin məzunları praktiki təcrübələrini ilk 3 ilini yalnız dərs aldığı müəllimlərin müalicəsi ilə məşğul olmalıdırlar. Faiq Ağayev deyib. Milli Nöqtəsi xəbər verir ki, bu fikirlər təbii ki, yenə də deyirəm, Faiq Ağayev deyib, sosial şəbəkə hesabında yazıb. Müzakirəyə səbəb olur. Səhiyyəmizin səviyyəsini yüksəltmək üçün tibb universitetinin məzunları praktiki təcrübələrinin ilk 3 ilini yalnız dərs aldığı müəllimlərin müalicəsi ilə məşğul olmalıdır. Öz səhifəsində yazıb bunu. Məsləhət edib ki, belə olsa daha yaxşı olar. Amma maraqlı açıqlamalardır. Bundan irəli gəlir ki, səhiyyəmizə inamımız azdır. Amma mən istəyərdim ki, Şəbnəm doktordan danışım. Mənim həkimim, həkim kosmetoloqdur. Elə Faiq Ağayev, siz də ona müraciət edin. Burada əlaqə nömrələri görünür, yazmışıq. Məncə, Şəbnəm həkimə müraciət etsəniz, həkim kosmetoloqa biraz inamınız artar. Belə o fikirləriniz var. Hər birimizin başında bir fikir yaranır ki, o həkimə inanmıram, bu həkimə etibar etmirəm, bu həkim yaxşı həkim deyil, bu məsuliyyətsizdir, bu məsuliyyətlidir. Bəzən elə həkimlərlə rastlaşırıq ki, tibbə, səhiyyəmizə böyük hörmətimiz artır.